Salam, bugün bir gün ərzində nə dərsləri edirəm, onları göstərəcəm. Deməli, birinci riyaziyyatdan hazırlığın dərslərini tamamlayıram. Ümumi 50 sual idi. Bundan başqa 50 sual daha var idi. Mən onları məktəbdə tamamlamışdım. Hazırlığı bitirdikdən sonra keçirəm məktəbin ev tapşırığını yazmağa. Burada da 50 sual idi loqaritma bölməsindən. Riyaziyyatı ümumi bitirdikdən sonra keçirəm fizikanın ev tapşırığını etməyə. Burada termodinamika bölməsindən ümumi 50 sual var idi. Burada artıq saat gecə olurdu deyə tələsik yazdım, artıq səbrim çatmırdı burada. Son olaraq informatikadan Word proqramının qısa qeydlərini çıxarıram. Daha sonra isə onları proqramda praktika edərək öyrənirəm.